Bu gün izah edəcəyim mövzunun adı yarımkeçiricilərdə zonaların əyilməsi və kvant quyuları, onlara baxış bucaqları. Bu isə bizim planımız. İndi isə ilk olaraq planımızın birinci başlığı olan təbii enerji sədlərindən texnoloji quyulara hissəsinə baxaq və onu izah edək. Klassik mexanika ilə kvant mexanikası arasındakı fərqi göstərmək üçün mühazirəyə belə bir vizual bənzətmə ilə başlayırıq. Makro dünyada potensial quyu anlayışı tamamilə qravitasiya və mexaniki enerji ilə bağlıdır. Məsələn, bir futbol topunu təpədən yamaca qədər ötürsək, o dərənin dibinə, yəni potensial enerjinin minimum olduğu nöqtəyə yuvarlanacaq və orada qalacaq. Topun o dərədən çıxması üçün kənardan mütləq onun kütləsinə və dərənin dərinliyinə mütənasib olan bir mexaniki enerji verilməlidir. Mikro dünyada isə, yəni yarımkeçirici nanoquruluşlarda isə dərələri qravitasiya yox, potensial sahələr yaradır. Potensial sahələr dedikdə elektrostatik potensial və materialın daxili quruluşu nəzərdə tutulur. Biz laboratoriya şəraitində iki fərqli yarımkeçirici materialı atom-atom birləşdirərək elektronlar üçün mikro dünyada keçərli olan süni enerji dərələri, yəni kvant quyuları formalaşdırırıq. Buradan şəkildən də göründüyü kimi ekranın bir tərəfində relyefdəki fiziki dərə və dibində göstərilən top şəkli, sağ tərəfində isə yarımkeçirici daxilində energetik pillə, yəni potensial çəpər göstərilib. Əziz tələbələr, gündəlik həyatımızda biz topu çuxurdan çıxartmaq üçün ona sadəcə təkan versək, buna kifayətdir. Bəs biz ölçüləri nanometrlərə qədər kiçiltsək, kvant dünyasına ensək, elektronları belə bir çuxura salsaq, o zaman nə baş verər? Bugün biz materialşünaslığın ən böyük möcüzələrindən biri olan elektronlar üçün süni şəkildə necə tələlər qurduğumuzu, bu tələlərin smartfonlarımızdan tutmuş kosmik lazerlərə qədər texnologiyanı necə dəyişdiyini görərik. İndi isə zonaların əyilməsi necə baş verir, bu haqda danışaq. Bu bölmə yarımkeçiricilər fizikasının nüvəsidir. İki fərqli yarımkeçirici materialı, məsələn, qadağan olunmuş zonasının eni böyük olan qalyum-alüminium arsenid və qadağan olunmuş zonasının eni kiçik olan qalyum arsenidi bir-biri ilə təmasa gətirdikdə heterokeçid yaranır. Hər bir materialın sərbəst elektronları qəbul etmə meyli, yəni elektron hərisliyi kappa və Fermi səviyyələrinin enerjisi fərqlidir. Onlar atom səviyyəsində birləşdikdə termodinamikanın qanunlarına əsasən sistem tarazlığa gəlməyə çalışır. Bu, o deməkdir ki, hər iki materialdakı Fermi səviyyələri eyni xətt üzrə bərabərləşməlidir. Bu bərabərləşməni təmin etmək üçün təmas sərhəddində elektron və deşiklərin diffuziyası baş verir. Daxili elektrik sahəsi yaranır və nəticədə materialların keçirici zonası ilə valent zonalarının kənarları sərhəddə əyilir. Əgər biz iki geniş zolaqlı materialın, məsələn, qalyum-alüminium arsenidin arasına çox nazik, yəni ölçüsü bir neçə nanometrə qədər olan dar zolaqlı material, yəni qalyum arsenid təbəqəsi yerləşdirsək, hər iki tərəfdən zonaların əyilməsi nəticəsində ortada elektronlar üçün kəskin bir potensial quyu formalaşar ki, bu quyu U şəkilli və ya düzbucaqlı enerji quyusudur. Şəkildən də gördüyümüz kimi, sol tərəfdə iki materialın təmasdan əvvəlki energetik zonaları ayrı-ayrı Fermi səviyyələri ilə göstərilib. Sağ tərəfdə isə Fermi səviyyəsi düz xəttə çevrilib. Yəni burada təmasdan sonrakı
diaqram göstərilib. Fermi səviyyəsi düz xətt olaraq göstərilir və keçirici və valent zona sərhəddə dalğavari xətlərlə göstərilib. Burada şəkildə bu dalğavari xətlər aşağı-yuxarı əyilərək ortada bir quyu yaradır. Baxın, bu diaqramda gördüyümüz əyrilər sadə xətlər deyil. Bu zonaların əyilməsidir. İki fərqli material birləşdikdə daxildə elə bir güclü elektrostatik fırtına qopur ki, energetik zonalar bükülməyə məruz qalır. Ortada yaranan bu dar enerji hər iki tərəfdən keçən sərbəst elektronları öz daxilinə çəkir və onları bu dar məkanda hərəkət etməyə məcbur edir. İndi isə Schrödinger tənliyi haqqında danışaq və bu düsturun dərinliklərinə qədər enək. Tutaq ki, elektron artıq bu nanometrlik quyunun daxilindədir və onun hərəkəti klassik mexanika ilə yox, kvant mexanikası ilə təsvir olunmalıdır. Məsələni sadələşdirmək üçün quyunun divarlarındakı potensial enerji səddini sonsuz böyük qəbul edirik. Yəni, U0 yaxınlaşır sonsuzluq. Bu halda elektron quyudan kənara qaça bilməz. Quyunun daxilində, yəni x sıfırdan böyük, a-dan kiçik olduğu halda stasionar Schrödinger tənliyi bu düsturla hesablanır. Bu diferensial tənliyin sərhəd şərtlərini psi0 bərabər 0 və psi-a bərabər 0 olduğunu nəzərə alaraq həll etdiyimiz zaman elektronun ala biləcəyi enerji spektrini tapırıq. Burada n müsbət tam ədədlər qiymətlər çoxluğunu ala bilir. Yəni 1, 2, 3, 4 və s. Düsturu fiziki olaraq analiz edək. Diskretlik, yəni kvantlanma. Enerji kəsilməz deyil. N yalnız tam ədədlər aldığı üçün elektron quyuda yalnız müəyyən enerji səviyyələrində və ya mərtəbələrində mövcud ola bilər. Y1 əsas hal, Y2, Y3 və s. Ölçü effekti. Enerji quyunun N-inin kvadratı ilə, yəni A-nın kvadratı ilə tərs mütənasibdir. Quyunu nə qədər daratsaq, enerji səviyyələri bir-birindən bir o qədər uzaqlaşar. Effektiv kütlə. Kristal qəfəsin daxili sahəsinin təsirindən elektronun kütləsi sərbəst fəzadakı kütləsindən fərqli olur. Bu, düsturu birbaşa 5 cisimlər fizikasına bağlayır. Şəkildən də gördüyümüz kimi, burada düzbucaqlı potensial quyunun sxemi göstərilib. Quyunun içində üfüqi Y1, Y2, Y3 xətləri çəkilib. Hər xəttin üzərində isə dalğa funksiyasının kvadratı, yəni psi-x kvadratı sinusvari xətlərlə göstərilib. Bu sinusvari təpəciklər həm də elektronun tapılma ehtimalı sıxlığıdır. Tələbələr çox vaxt Schrödinger tənliyindən qorxurlar. Amma gəlin bu yekun düsturun bizə dediklərinə baxaq. Düsturdakı N bizə deyir ki, elektron bu quyuda azad deyil. O kvantlanıb. O ya birinci mərtəbədədir, ya da ikinci mərtəbədə. Ortada, yəni mərtəbələrin arasında elektron mövcud ola bilməz. Və ən maraqlısı da budur ki, ikinci səviyyədə, yəni n bərabər 2 olduğu halda dalğanın mərkəzdə sıfıra bərabər olduğunu görürük. Bu o deməkdir ki, elektron quyunun sol tərəfində də ola bilər, sağ tərəfində də ola bilər. Amma düsturdan da gördüyümüz kimi, tam mərkəzdən keçəndə onda olma ehtimalı sıfırdır. Yəni, tam mərkəzdə ola bilməz. Budur, bu da kvant fizikasının sehirli dünyası. Son olaraq, biz bunu harada istifadə edirik, bu haqda məlumat verək. Nəzəriyyəni praktika və müasir texnologiya ilə taclandırırıq. İlk olaraq, molekulyar dəstə epitaksiyası haqqında qısaca bir izah vermək istəyirəm. Molekulyar dəstə epitaksiyası ultra yüksək vakuum şəraitində müxtəlif maddələrin
atom və ya molekul dəstələrinin qızdırılmış atlıq üzərinə göndərilərək materialı atom-atom, təbəqə-təbəqə çox böyük dəqiqliklə böyütməyə imkan verən qabaqcıl bir nanotexnoloji istehsal üsuludur. Bu üsulla biz təbəqələrin sayını tənzimləyirik, bununla da kvant quyusunun enini nanometr dəqiqliyi ilə idarə edə bilirik. Əgər biz quyunun enini kiçiltsək, energetik səviyyələr arasındakı məsafə, yəni keçirici zonadakı alt zona ilə valent zonasındakı alt zona arasındakı enerji fərqi, yəni delta Y böyüyər. Xarici gərginlik tətbiq etdikdə, keçirici zonadakı elektron valent zonasındakı deşiklə rekombinasiya olunur, yəni aşağı mərtəbəyə düşür və foton, yəni işıq şüalandırır. Şüalanan işığın tezliyi və deməli həm də rəngi birbaşa bu enerji fərqindən, yəni Y bərabər H nöqtədən asılıdır. Bu o deməkdir ki, biz materialın kimyəvi tərkibini, atom növünü qətiyyən dəyişmədən sadəcə quyunun həndəsi ölçüsünü dəyişməklə materialın optik xassələrini sıfırdan dizayn edə bilərik. Buna elmdə yarımkeçiricilərin mühəndisliyi də deyilir. Şəkildən də göründüyü kimi, deməli, ekranda iki fərqli ölçülü quyu şəkli görürük. Bunlardan biri geniş, yəni endi, biri isə dardır. Endi quyudan çıxan elektron kiçik enerji fərqi ilə qırmızı işıq və ya böyük dalğa uzunluğu buraxır. Dar quyudan keçən elektron isə böyük enerji fərqi ilə mavi və ya bənövşəyi işıq və ya kiçik dalğa uzunluğu buraxır. Əziz tələbələr, bu mühazirədən çıxaracağımız ən böyük dərs budur. Biz təbiətin bizə verdiyi materiallarla kifayətlənmirik. Biz Schrödinger tənliyindən istifadə edərək quyunun ölçüsünü dəyişirik və işığın rəngini idarə edə bilirik. Bu gün baxdığımız ultraşəffaf LED televizorların ekranları, fiber optik interneti daşıyan yüksək sürətli lazerlər və tibbdə istifadə olunan optik sensorlar məhz bu nanometrlik kvant quyularının içindəki elektronların rəqslərindən ibarətdir. Fizika mürəkkəb düsturlarla başlayır, lakin həyatımızı işıqlandıran texnologiya ilə bitir. Bugünkü mövzumuz bu qədər. Diqqətinizə görə təşəkkür edirəm.